Hər vaxtınız xeyir. Bugün statistikada çox güclü, amma nədənsə tez-tez diqqətdən kənarda qalan bir aləti, moda anlayışını araşdıracağıq. Gəlin bir yerdə baxaq görək bu anlayış əlimizdəki məlumatları daha aydın başa düşməyimizə necə kömək edir. Bir anlıq təsəvvür edin ki, bir ayaqqabı şirkətiniz var. İstehsalı planlayırsınız. Sual yaranır. Anbarı ən çox hansı ölçülü ayaqqabılarla doldurmaq lazımdır? Bütün ölçülərdən eyni sayda gətirmək məntiqlidir? Əlbəttə ki, yox. Bax elə bu sadə biznes sualı bizi birbaşa bugünkü mövzumuza gətirib çıxarır və modanın əslində nə qədər vacib olduğunu göstərir. Yaxşı, bəs nədir bu moda? Əslində tərifi çox sadədir. Moda bir məlumat toplusunda ən çox təkrarlanan rəqəmdir. Yəni, bir sıraya baxırsınız, hansı rəqəmi daha tez-tez görürsünüzsə, bax odur sizin modanız. Ən populyar seçim. Bu qədər bəsit. Yaxşı, bəs modanı hamımızın məktəbdən bildiyi orta dəyərdən, yəni hesabı ortadan fərqləndirən nədir? Bax, əsas məsələ də budur. Orta dəyər sıradakı çox böyük və ya çox kiçik rəqəmlərdən, yəni kənarlaşmalardan çox asanlıqla təsirlənir. Məsələn, bir otaqda 9 nəfərin maaşı 1000 manatdır, bir nəfərin isə 1 milyon. Orta maaş 100 minlərlə göstəriləcək. Amma bu reallığı əks etdirirmi? Xeyr. Moda isə bizə ən tipik vəziyyəti, yəni 1000 manatı göstərəcək. Yəni, əksəriyyətin reallığını. İndi gəlin işin praktik tərəfinə keçək və modanı tapmağı öyrənək. Ən asanından, yəni tək-tək verilmiş sadə ədədlər siyahısından, statistik dildə desək, diskret məlumatlardan başlayacağıq. Gəlin belə bir situasiyaya baxaq. Ekranda bir məhsulun 9 fərqli mağazadakı qiymətlərini görürsünüz. İlk baxışdan biraz qarışıq rəqəmlər yığını kimi görünə bilər, amma gəlin bunu birlikdə sadələşdirək. İndi hər bir rəqəmin neçə dəfə təkrarlandığını saysaq, mənzərə tamamilə aydınlaşır. Baxın, 42 manat qiyməti cəmi bir dəfə görünüb, 44 2 dəfə, amma bir rəqəm dərhal gözə dəyir. Bəli, bu 43-dür. Çünki tam 3 dəfə təkrarlanıb və bununla da siyahının lideridir. Deməli, nəticə çox sadədir. Bu məlumat sırasında moda 43-dür. Çünki bu, ən çox rastlaşdığımız, ən tipik qiymətdir. Gördüyünüz kimi, belə sadə məlumatlarda modanı tapmaq demək olar ki, uşaq oyuncağıdır. Yaxşı, bəs real həyatda məlumatlar həmişə belə səliqəli və tək-tək olur? Əlbəttə ki, yox. Çox vaxt, xüsusən də böyük iqtisadi araşdırmalarda, məlumatlar qruplar, yəni intervallar şəklində verilir. Bu isə işimizi biraz maraqlı edir. Ekranda gördüyümüz bu cədvəl buna əla nümunədir. Əhalinin aylıq gəlirlərə görə paylanması göstərilib. Diqqətlə baxsaq, ən yüksək faizin, yəni 35,5%-in 1000-3000 rubl aralığına düşdüyünü görürük. Deməli, bizim modal intervalımız, yəni modanın olduğu aralıq məhz budur. Amma sual qalır, bu aralığın içindəki dəqiq rəqəm hansıdır? 2000? 2500? Bax, elə bu sualın cavabını tapmaq üçün artıq sadə sayma kifayət etmir. Həmin intervalın içindəki dəqiq modanı, yəni ən tipik gəliri hesablamaq üçün statistikada xüsusi bir düsturdan istifadə etməliyik. Aha, bu da həmin düstur. Bilirəm, ilk başdan biraz qorxuducu görünə bilər, amma heç narahat olmayın. Əslində, hər bir hərfin, hər bir komponentin çox sadə bir mənası var. Gəlin indi onu hissə-hissə açaq və görək nə deməkdir. Gəlin indi bu düsturu bizim cədvəldəki rəqəmlərlə işlədək. Addım-addım gedəcək. Birinci, XMO. Bu, bizim modal intervalın, yəni 1000-3000 aralığının aşağı həddidir, yəni 1000. Sonra H, bu intervalın N-idir, 3000-dən 1000-i çıxırıq, qalır 2000. F2, modal intervalın öz tezliyidir, yəni 35,5. F1, ondan əvvəlki intervalın tezliyidir, 2,4. Və nəhayət F3, ondan sonraki intervalın tezliyi, yəni 30,0. İndi bütün bu rəqəmləri düstura yerləşdirib hesablayanda təxminən 2877 rubl kimi bir rəqəm alırıq. Bax, bu rəqəm bizə əhalinin ən çox qazandığı təxmini gəlir səviyyəsini, yəni dəqiq modanı göstərir. Yaxşı, bütün bu düsturları, hesablamaları bildik, bəs bunun real dünyada, xüsusilə də iqtisadiyyatda nə faydası var? Gəlin görək, bu rəqəm əslində nə qədər güclü bir alətdir. Bu sadəcə bir statistika deyil, bu strateji qərarlar üçün bir açardır. Moda iqtisadçılara və biznes sahiblərinə o qədər vacib məlumatlar verir ki, məsələn, hansı ölçüdə paltar istehsalı edim ki, daha çox satılsın? Cavabı modada axtarmaq lazımdır. Yaxud, bazarda bir məhsul üçün ən çox hansı qiymət təklif olunur? Buna da moda cavab verir. Hətta təchizat zəncirində malların gəlməsinin adətən neçə gün çəkdiyini bilmək üçün də modaya baxmaq ən doğrusudur. Bax, bu stat məsələni çox dəqiq ümumiləşdirir. Deyir ki,
Planlaşdırma aparanda, xüsusən də təchizat zənciri kimi mürəkkəb bir sistemdə ortalama dəyərə yox, ən çox baş verən hadisəyə, yəni modaya əsaslanmaq daha doğrudur. Çünki bu, reallığa ən yaxın olandır. Bu diaqram isə hər şeyi sözdən daha yaxşı göstərir. Modanın gücünü bir baxışda anlamaq olur. O ən hündür sütunu görürsünüz, bax o, bizim modal qrupumuzdur. Bu bizə əhalinin ən böyük kütləsinin harada toplandığını aydın şəkildə nümayiş etdirir. Hesabi orta heç vaxt bizə belə aydın bir mənzərə verə bilməz. Və bu da bizim bugünkü söhbətimizin əsas nəticəsidir. Riyazi orta dəyər bizə deyə bilər ki, ortalama gəlir, deyək ki, 4500-dür və bu yaxşı təəssürat yarada bilər. Amma moda bizə pıçıldayır ki, əslində insanların çoxunun gündəlik təcrübəsi reallığı bundan xeyli aşağıdır. Məhz buna görə məlumatlara baxarkən təkcə orta rəqəmə aldanmaq olmaz. Elə buna görə də söhbətimizi bu düşündürücü sualla bitirmək istəyirəm. Gündəlik həyatda qarşılaşdığınız məlumatlara, xəbərlərə, statistikalara baxanda bir anlıq dayanıb özünüzdən soruşun. Buradakı orta dəyər məni aldatmır ki, bəs əsl reallıq, yəni ən tipik vəziyyət, başqa sözlə desək moda mənə nə deməyə çalışır? Cavab sizi həqiqətən də təəccübləndirə bilər.